torpaq neçə dahini yetirmişsə də, elə biri var ki, adı min illər aşaraq bu gün də dillərdədir. O sözün sultanı Nizami Gəncəvidir. 1141-ci ildə Gəncədə anadan olan Nizami yalnız Azərbaycan ədəbiyyatının deyil, ümumilikdə şərq poeziyasının ən uca zirvəsindən birinə çevrilmişdir. Onun qələmindən çıxan Xəmsə 5 möhtəşəm poema insanlıq, eşq, ədalət və hikmətin ən uca ifadəsidir. Gəncə şəhərinin cənub-şərqində dahi şairin uyduğu bu ərazi Nizaminin türbəsi, zamanın və sözün qələbəsini simvolizə edir. Türbə ilk dəfə 1947-ci ildə ucaldılıb. 1991-ci ildə isə əsaslı şəkildə yenidən qurularaq bugünkü monumental görkəmini almışdı.